Bu nətər yaşamazdır. Bundan yəni nganisi var. Gecəni yatmayarsan ki, su gətirərsən, hozuma su doldurmaqdan ötəri. Çox acınacaqlıdır bizim vəziyyətimiz, Allaha and olsun. Ucar rayonunun Qaracalı kəndində su problemi illərdir ki, həllini tapmır. Kənd sakinləri həm içməli, həm də suvarma suyunun çatışmazlığından əziyyət çəkdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə illərdir davam edən su qıtlığı onların gündəlik həyatına və təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir. İçməli su kəndə kifayət qədər çatmadığından onlar suyu xüsusi avtomobillərlə almağa məcbur qalırlar. Hər dəfədə suyun alınmasına 45-50 manat vəsait xərclənir. Bax, mənim meyvə ağaçlarım budur. Bax, mənim qapım, bacam susundan bax bu vəziyyətə düşür. Bax, fakt göz qabağımdadır. Yəni, yalan demirəm. Göz qabağımdadır. Meyvə ağacım, mənim yəni qapım, bacam, hamısı bu kökdədir. Bu nətər yaşamazdır. Bundan yəni nganisi var. Bax, bu mənim bərəm, su bərəm. Burada bir damcı nəmlik varsa, mən heç etmirəm. Yəni, bu vəziyyətdəyik biz. Bununla yaşamaq olmaz. Ərik ağacıdır, göycədir, armuddur, alçı ağacımdır. Nə bilim, belə də. Əsasda, yəni, dolanışa, yəni, pula gedən meyvə ağaçları budur. Sudan çox əziyyət çəkirik. Kəndin aşağısındayıq. Biz vodovozdan ayda bir dəfə, iki dəfə su gətirib tökürük basenimizə. Nə əkin əkə bilirik, nə qoruq əkə bilirik, nə malımıza, qaramıza işlədə bilirik. Çox acınacaqlıdır bizim vəziyyətimiz, Allaha and olsun. Dəfələrlə su idarəsinə geyib müraciət eləmişik. Ha gəlib baxıcıyıq, baxan yoxdur. Mart ayından bəri yəni bizdə bir də getdi sentyabrın axırına kimi bizdə qara günlər gəlib başlayır. Bir illərin biraz yağınlıq olduğuna görə biraz yəni bu aprel ayına kimi biraz suya doldu. Ondan sonra bax yenə də həmən vəziyyətdir. Su çatışmazlığı meyvə bağları və əkin sahələrinə də mənfi təsir göstərir. Sakinlərin sözlərinə görə meyvə ağacları quruyur, məhsuldarlıq azalır, təsərrüfata ziyan dəyir. Bu səbəbdən suvarma növbəli şəkildə aparılır. Bəzi hallarda isə bundan aldıqları içməli sudan əkin sahələrinin suvarılması üçün də istifadə olunur. Aydın məsələdir ki, indi bir dəqiqə su həyat yoxdur. Bütün canlılar hamısı, hamısı su ilə yaşayır. Bizim təsərrüfatımız da məhv olub gedir. Nə qədər bizdə calaq ağaçları qurudu getdi, o qalanlar da qurumaq təhlükəsində qalıb. Allaha and olsun. Yəni insanlar əzab çəkirlər, əziyyət çəkirlər. Gedib gətirib basinə su vurmaqdan ötəri kəndin yuxarısından bəri. Deməli sutka yarım, bir sutkadan artıq gərək bu yolla əziyyət çəkirsən, gecəni yatmayarsan ki, su gətirərsən, hozuma su doldurmaqdan ötəri. O da bir həftə 10 gündən sonra tükənir, yenə qalırsan su yoxluğunun təhlükəsindən qalmaq, üzləşirsən. Kəndin o tərəfində, ümumiyyətlə kəndimizdə İsmail su, həmin arxa suyundan İsmail su kimi istifadə edirik, böyük pasenlər tikilib həyətlərdir. Orada vururuq, orada durulur, ondan istifadə edirik. Amma İsmail su xəttlərimiz var, 11 dənə bulaq qoyulub kəndimizə. O da gəlib kəndin yağışında, məscid ərazisində axırıncı bulaq qoyulub, dayanıb. Yəni bu dövlət proqramına belə salınıb vaxtında. İndi bizə, yəni aidiyyatı qurumlara xahiş eləmişik, dəfələrlə müraciət eləmişik. Çox güman ki, salınacaq dövlət proqramında yenə də. Yəni, xahiş eləmişik ki, dövlət proqramına salınsın, əlavə bir 10 bulaq bizim kəndə əlavə olunsun. Çünki böyük kənddir. Böyük kənddə 11 bulaq buranı yəni, təminləmir. Bir 10 dənə əlavə bulaq olsa, gedib kəndin o aşağı tərəfinə içməli su çıxar. Yəni, bunun üçün də yenə deyirəm, bulaqların qurulması elə bir böyük problem deyil. Əsas motor qurğuları, böyük həcmli motor qurğuları qoymaq lazımdır başdan ki, yəni o suyun təzyiqi basıb bura apara bilsin. Yəni o da çox ki, yaxın vaxtlarda olur Allahın köməkliyi ilə. Qaracalı kəndində ümumilikdə 950 təsərrüfat, 4500 qeydiyyatda olan sakin yaşayır. Təxminən 7 kilometr uzunluğunda olan kənddə su kanalının ətrafında yerləşən 270 təsərrüfatdan 80-i su çatışmazlığından ciddi əziyyət çəkir. Kənd ərazisində mövcud olan 11 bulaq isə yalnız yaşayış məntəqəsinin bir hissəsini içməli su ilə təmin edə bilir. Sakinlər problemin uzun illərdir davam etdiyini bildirərək aidiyyatı qurumlardan kəndin bütün ərazisinin dayanıqlı içməli və suvarma suyu ilə təmin olunmasını xahiş edirlər.